Amma indi icazə versəniz, təcrübəni izah eləyə çəkək ki, onu paylaşanda başqalarına da aydın. Tök. Çox ağzına qədər yox, biraz tök. Elə ki, 2 stəkana paylaşdıra bilək də. Tök. İndi ora, Nurəddin, bax burada nişasta götürəcəksən. Bir qaşıq nişasta tök qarışdır. Adi evdə işlətdiyimiz kraxmal var inşallah. Adi analarımız işlədirlər kraxmal. Həmin o kraxmaldır, başqa bir şey deyil. Baxa. Tök. Biraz da tök. Qarışdır. Nurəddin, o bir əlindəkini yerə qoy, stəkanı tut, qarışdır əməli başdır ki, dağılmasın. Qarışdır. O stəkan deşikdir elə. Stəkanı deyəsən, haradasa deşik hissəsi var. Nurəddin, paylaşdır onu, bura su axıb getməsin. Paylaşdır. Hə, stəkanda nəsə deyəsən problem var. Yarısını ora tök, yarısını o stəkan. Ay, sağ ol. İndi hər qaba 3-4 damcı yod tük. Eybi yoxdur, heç nə olmaz. Bəs, indi qarışdır onu. Qarışdır hər ikisini. O birisine qarışdır. İndi Nurəddin, o stəkanlardan birini götür, hansısa ki yod biraz az tökülür. O stəkanı götür, gəl içərisine tütürəsin. Oldu. Demək, təcrübədə neynədik Nurəddin? Ağız suyu tökdü içinə. O nəticəsini götür. O birisini bir də işığa tut orada. Gəl ikisini tutaq, yox, müqayisə edək. Təcrübənin nəticəsini biz məktəbdə gözləyə bilmədik inşallah. Bunu mən evdə davam etdim və bu 1 saatdan sonraki nəticədir. Sağdakı ağız suyu tökülmüş deməli sınaq şüşəsidir, daha doğrusu stəkandır. Soldakı isə bu isə artıq 5 saatdan sonraki nəticədir. Gördüyünüz kimi sağdakı ağız suyu tökülmüş stəkanda suyun rəngi tamamilə dəyişmişdir, yəni açılmışdır. Amma düzdür, onun dibində nişasta çöküb qaldığı üçün və orada da deməli yod olduğu üçün təbii ki, hələ də qarışdırdıqda o rəngi almaq mümkündür, amma hər halda fərqi yəqin görürsünüz. Daha sonra mən təcrübəni evdə nişasta yapışqanı ilə davam elətdirdim. Nişasta yapışqanı hazırlamaq üçün əvvəlcə 100-150-200 ml suyu qazana tökürük. Sonra adi bildiyimiz, evdə işlətdiyimiz qarğıdalı nişastası və ya da ki, kartof nişastasından istifadə edirik. Suyu qaynadırıq və 1-2 qaşıq, çay qaşığı nişastanı adi soyuq suda həll edirik və o həll etdiyimiz nişastanı qaynayan suya əlavə edirik. Və onu deməli qaynatdıqdan sonra bax belə qatılaşacaq. Hətta bundan da daha qatı vəziyyətə gətirin və daha sonra onu soyumağa qoyacaqsınız. Yəni bundan sonra biraz da bu indi gördüyünüz haldan daha çox qaynadın və daha çox qatılaşmasına səbəb olun. Nəticədə görəcəksiniz ki, belə saqqız kimi olacaq və o zaman onu götürürsünüz, qoyursunuz deməli soyumağa. Soyduqdan sonra baxın burada gördüyünüz kimi belə bir nişasta yapışqanı əldə edəcəksiniz. Mən deməli bu nişasta yapışqanından 4 dənə sınaq şüşəsinə tökdüm. İkisini üzərinə ağız suyu əlavə etmişəm. İkisinə isə gördüyünüz kimi, bax hal-hazırda gördüyünüz kimi, bu deməli videoda gördüyünüz kimi sadəcə olaraq kran suyu, daha doğrusu ümumiyyətlə su əlavə edəcəm inşallah. Yəni orada artıq ağız suyu yoxdur. Ona görə ki, o da nişasta yapışqanını burada da suda həll edir. Orada isə ağız suyunu da həll eləmişik inşallah və ikisinin fərqinə baxmağa çalışacağıq. Burada da gördüyünüz kimi, deməli kran suyunu daha doğrusu əlavə eləyirəm. Həmin o nişastanın üzərinə və daha sonra biz sizinlə hər ikisinin üzərinə yod əlavə edəcəyik inşallah. Əvvəlcə bax bunu qarışdıraq, ağız suyunu, daha doğrusu kran suyunu da yaxşıca həll edək. O birisini deməli ağız suyunda həll etməyə çalışmışdıq, daha doğrusu ağız suyu ilə qarışdırmışdıq. Bunu isə kran suyu ilə qarışdıraq. Qarışdırdıqdan sonra bir qədər onun suya qarışmasını təmin etdikdən sonra uşaqlar deməli biz artıq hər ikisinin üzərinə yod tökəcəyik və yod tökdükdən sonra nəticələri özünüz gözünüzlə görəcəksiniz.
Deməli, şəkildə sizdə videoda solda gördüyünüz ağız suyu tökülən, hal-hazırda əlimdə olan isə su tökülmüş sınaq şüşələridir. Gəlin indi baxaq uşaqlar. Gördüyünüz kimi bir damcı, hərəsinə bir damcı yod tökəcəm. Yod tökən kimi gördüyünüz kimi hər ikisini yenə uşaqlar, hər ikisi göyərdi. Göyərməni sınaq şüşəsinin divarlarındakı rəngdən də hiss edə bilərsiniz. Həm də eyni zamanda baxın, aşağıya doğru getdikcə siz o göyərməni hiss edə bilirsiniz uşaqlar. Baxın, burada da qarışdırdıqda aşağıdan nişastanın göy rəngini görə bilərsiniz. Daha doğrusu nişasta niyə göyərdi? Çünki biz bilirik ki, yod nişastanın təyin edicisidir və əgər orada nişasta varsa, deməli, yod onu göy rəngə boyamalıdır. Burada isə ağız suyunun olduğu sınaq şüşələri uşaqlar. İndi bunların da üzərinə hərəsinə bir damcı yod tökək. Gördüyünüz kimi burada o bir sınaq şüşəsində olduğu kimi həmin o dəqiqə göyərməni hiss eləmədik uşaqlar. Qarışdıranda təbii ki, rəngi bir qədər tündləşəcək. Çünki ağız nişasta burada tamamilə həll olmamışdır uşaqlar. Amma gördüyünüz kimi digər o bir sınaq şüşəsində olduğu kimi, yəni tam həmin o göy rəngi almadı. Sadəcə burada yodun rəngidir gördüyünüz kimi uşaqlar. Və eyni zamanda baxın çubuqlarda da gördüyünüz kimi birində göydür, birində isə yodun öz rəngidir. Hətta buradakı sınaq şüşələrinə baxsaq görərsiniz ki, sizdən sağdakı sınaq şüşəsində həzm daha yaxşı getmişdir və orada gördüyünüz kimi yodun öz rəngidir. Digərində görünür ki, hələ nişasta biraz da qalmışdır və ona görə orada biraz göyərmə də müşahidə olunur. Gəlin müqayisə eləyək. Baxın, gördüyünüz kimi su olan sınaq şüşələri və eyni zamanda ağız suyu olan sınaq şüşəsi. Bu isə təcrübə isə onu göstərir ki, ağız suyu doğrudan da ağız suyunun tərkibində amilazı var və o nişastanı parçalayır. Bu isə artıq şüşələri boşaltdıqdan sonraki vəziyyətdir. Baxın, bu sağdan gördüyünüz iki şüşədə, xüsusilə də bu əlimdəki o ən yaxşı həzm gedən sınaq şüşəsi. Gördüyünüz kimi orada göy rəng yoxdur, amma digər iki şüşənin dibində qalan da şüşənin özünün divarlarında göy rəngdə olduğunu görürsünüz.